Salam, hər vaxtınız xeyir olsun. Keçən dərs background xüsusiyyətlərindən danışdıq, onların səhifəyə tətbiq olunmasından danışdıq və bu dəfə yenə həminki səhifəmizə bu dəfə ikon əlavə eləməkdən danışacağıq. Buna görə Fontavsım adlı kitabxana bizə lazım olacaq. Köpçə gəldi. Deməli, bizə lazım olan kitabxana Fontavsım adlanır. Bu sayta daxil olursunuz. Burada müxtəlif ikonlar var. Səhifədə istifadə edə biləcəyimiz. Görürsünüz, baxın, YouTube-un loqosu, Apple-un loqosu, müxtəlif ikonlar. Nə istəsəz burada tapa bilərsiniz. Burada bir çoxu pulludur. Amma pulsuz da yetərincə ikonlar var. Məsələn, gəlin bu hissəyə, navbar hissəyə, login hissəsinə belə bir, burada gördüm, belə bir ikon yerləşdirək. Bunun üçün nə etməliyik? İlk növbədə biz kitabxana, hər hansı bir kitabxana əgər istifadə eləyiriksə, o kitabxananı biz burada göstərməliyik. Necə göstəririk? Gəlirik, bura bir dənə link tagi yazırıq və biz ref içərisinə link göndərməliyik. O linki necə göndəririk? Fontavsımın linkini bu cür istifadə eləmək məqsədə uyğundur. Fontavsım CDN yazırıq. CDN.js adlanan sayta daxil oluruq və burada birinci çıxan versiya son versiyası olur adətən Fontavsımın. Bunu kopyalayırıq və gəlib bura yapışdırırıq. Səhifədə heç bir dəyişiklik olmayacaq, çünki biz bura hələ ki ikon əlavə eləməmişik. Növbəti mərhələ üçün artıq biz bu loginin ön hissəsinə istədiyimiz burada ikonu əlavə eləyə bilərik. Məsələn, gəlirik bura. Burada bir çox ikon var. Bu ikonun adı user olmalıdır. Gəlin user yazaq, baxaq. User adlanan ikonlarda baxın, bir çoxu pro versiya üçündür. Amma bizə əgər sırf pulsuzlar lazımdırsa, free-yə burada klikləyirik və burada bir çox bizə gördüyünüz kimi variantlar vermiş olur. User-ə gələk. Buna sol klikləsək kopyalayır. Baxın, burada müxtəlif CSS xüsusiyyətləri verə bilirik. Show Styling Tools-a giririk. Burada istədiyimiz rəngi seçə bilirik. Məsələn, gördüyünüz kimi burada bir style əlavə olundu və boz rəng aldıq. Hələ ki bizə lazım deyil bu. Və yaxud ölçülərini dəyişə bilirik. Gördüyünüz kimi burada yeni bir klass əlavə olunur və bu klass vasitəsilə bizim səhifədəki default ölçü bu klassa uyğun olaraq dəyişir. Biz bunu məsələn səhifənin özündə də dəyişə bilərik. Heç burada istifadə eləməsək də olar. Və yaxud çevirə bilərik. Baxın, rotate xüsusiyyəti də var. Belə bir çox xüsusiyyətlər var. Gəlirik bunu harda istifadə eləyiriksə ora yazırıq. Məsələn, gəlin bunun buttonun qabağında istifadə eləyəcəyik deyə burada yazaq. Səhifəni yeniləyirik. Gördüyünüz kimi ikonumuz burada yarandı. Bir dəqiqə yaxınlaşdırım da yaxından görün. Gördüyünüz kimi burada ikonumuz yarandı. İndi bu ikona biz müxtəlif dediyim kimi CSS xüsusiyyətləri verə bilərik. İkonu buraya əlavə etməmişdən əvvəl də verə bilərdik. Belə də vermək mümkündür. Klassdır, fərqi yoxdur. Bu klassı bura qeyd eləyib. Bunun məsələn rəngini white eləyək. Gördüyünüz kimi avtomatik olaraq rəngi almış oldu. Məsələn, font size-ını da dəyişə bilərik. Font size olsun 20 piksel. Görək nə qədər dəyişəcək. Yəni, gördüyünüz kimi font size-ı da
dəyişmiş oldu. Font size-a heç ehtiyac yoxdur. Məncə əvvəlki ölçüsü daha yaxşı idi. Biraz balaca olsun. Aha, elə bu ölçü normaldır. Gördüyünüz kimi müxtəlif CSS xüsusiyyətləri verə bilərik. İndi gəlin bu hissəni buradan biraz kənarlaşdıraq. Ümumi navbar hissədən, menü hissəsindən login hissəsini kənarlaşdıraq. Bunun üçün nə edirik? Gəlirik bura. Bura bir dənə div yazırıq. Və bu hissəni götürüb atırıq bu divin içinə. Divə də bir dənə ID veririk. User adında və yaxud login hissəni bildirmək üçün login adında bir ID veririk. Və gəlib həmin ID-yə burada müraciət edirik. Deyirik ki, sənin soldan margin olsun, yəni margin left 40 piksel dəyərində bir margin dəyəri veririk. Yeniləyək. Gördüyünüz kimi belə bir görüntü alındı. Bu görüntü sizcə niyə alındı? Yəqin ki, cavabı bilirsiniz. Bilmirsinizsə, ola bilər ki, keçmiş dərslərimizə baxmamısınız və yaxud baxmısınızsa, bu yəni yaddan çıxmamalıdır. Bunun səbəbi odur ki, div bizdə blok elementidir. Biz blok və inline elementlər haqqında danışmışdıq. Inline element nədir? Blok element nədir? Inline blok nədir? Blok elementlər səhifəni ümumilikdə tutduğu üçün gəlin inspekt eləyək, baxaq. Bu mövzunu daha uzun danışıram, daha keyfiyyətli başa düşməyimiz məqsədi ilə. Baxın, bura div demişik və bu div burada gördüyünüz kimi səhifəni tam olaraq tutur. Bunun da səbəbi blok elementi olmağıdır. Bunun iki cür biz həll eləyə bilərik bu problemi. Burada div əvəzinə eyni funksiyanı daşıyan span tagi yaza bilərik. Çünki span tagi divlə demək olar ki, eyni xüsusiyyətlərə malikdir, eyni işi görür. Sadəcə span tagi inline tagidir. Ona görə bu avtomatik olaraq yanaşı yazılacaq. Baxın, gördüyünüz kimi inline element olduğu üçün öz məzmunu qədər yer tutur. Və yaxud bir dənə də variant var ki, bunu div olaraq saxlayırıq. Sadəcə gəlirik burada həmin divə display inline block deyirik ki, həm inline elementin xüsusiyyətlərini daşısın, həm də blok elementin xüsusiyyətlərini daşısın. Gördüyünüz kimi yenə istədiyimiz görüntünü biz burada almış oluruq. Margin left biraz az oldu elə bir. 60 piksel olsun. Aha. Deməli belə. Biz bu görüntünü almış oluruq, istədiyimiz görüntünü. Amma yox, almırıq. Çünki bunu UL-in daxilində yazmışıq. Bunu buradan çıxarsaq daha görəcəksiniz ki, məsafə biraz daha artacaq. Çünki UL-in daxilində yazmağımız mənasızdır. Çünki UL liləri sıralamaq üçün istifadə olunur. Unordered list deməkdir. Yəni siyahı teqidir. Və bu siyahı teqinin daxilindən biz bu divi çıxardırıq. Gördüyünüz kimi yenidən bu problem yarandı. İndi səbəbi nədir? Gəlin baxaq. Aha. Div inline blockdur. Amma yanakı durmur. Səbəbi çünki UL daxilində, UL bu dəfə UL tagi blok elementin xüsusiyyətlərini daşıdığı üçün ümumi səhifəni tutur. Aha, ona görə UL-ə gəlib, burada yəqin ki, qeyd eləmişik. Qeyd eləyək. Navın daxilindəki UL-ə display-nə inline block deyirik. Və artıq yeniləyəndə səhifəni bu düzəlməlidir. Düzəldi gördüyünüz kimi. Belə bir görüntü almış olduq. Mənə elə gəlir ki, yaxşıdır. Font Awesome haqqında, ikonlar haqqında da bu qədər. Səhifənin növbəti hissələrində yəqin ki, biz ikonlardan istifadə edəcəyik. Onda da yeni məlumatlar olsa, onlarda sizə çatdıracağım. Bu günlük bu qədər. Özünüzdən müğayət olun. Gələn dərslərdə görüşənədək.